Bismillahirrahmanirrahim. Gözlərinizi açırsınız. Yeni bir gün başlayır. Lakin bir çoxumuz üçün bu oyanış sevinç deyil, dəhşətli bir mənəvi işgəncədir. Göz qapaqlarınız aralanan saniyə, hələ yataqdan qalxmamış beyninizə o qaranlıq düşüncələr hücum edir. Ödənilməmiş borclar, həllini tapmayan problemlər, üzünüzə bağlanan iş qapıları, sizə xəyanət edən insanlar və o dözülməz gələcək qorxusu. Siz hələ günə başlamamış, şuurunuz artıq məğlub olub. Ürəyiniz sıxılır. Sinənizdə elə bir ağır bir daş var. Nəfəs almaq çətinləşir. Bu gün də eyni əzabları yaşayacağam. Heç nə düzəlməyəcək, deyə düşünürsünüz. Evdən çölə çıxmaq, insanlarla üz-üzə gəlmək, o işin arxasınca getmək sizə dünyanın ən ağır yükü kimi gəlir. Bu sadəcə psixoloji bir yorğunluq deyil. Bu, ruhun iflası, mənəvi enerjinin tamamilə tükənməsidir. Lakin dayanın, dərindən nəfəs alın. Biz unuduruq ki, səhər vaxtı kainatın ən saf, ən təmiz və yenidən proqramlaşdırıla bilən anıdır. Siz qapıdan çıxmazdan əvvəl beyninizi və ruhunuzu hansı tezliyə, hansı frekansa kökləsəniz, gün ərzində də məhz o tezlikdəki hadisələri özünüzə cəlb edəcəksiniz. Şikayətlə, qorxuyla evdən çıxan adamın qarşısına yalnız qapalı qapılar çıxar. Bugün bu dərin mənəvi səyahətdə sizinlə birlikdə o boğucu səhər qaranlığını parçalayacağıq. Əgər işiniz çətinə düşübsə, atdığınız hər addım boşa gedirsə, bugün sizə Allah Rəsulunun sallallahu aleyhi və alihi və səlləmin kainatın qıfıllarını qıran o mütləq səhər sirlərini açacağıq. Evdən çıxmazdan əvvəl oxunacaq o tək bir surənin insan psixologiyasını necə darmadağın edib yenidən qurduğunu və o xüsusi zikrin qədərin axarını necə dəyişdiyini deşifr edəcəyik. Zəkanızı və ruhunuzu açın, çünki bugün təkcə gününüzü deyil, bütün gələcəyinizi xilas edəcək açarı öyrənəcəksiniz. Niyə səhərlər yuxudan oyananda üzərimizdə o dözülməz ağırlıq olur? Niyə evdən çıxıb o problemlərlə üzləşmək bizə bu qədər qorxunc gəlir? Çünki biz o qapıdan çıxarkən bütün yükü, bütün məsuliyyəti öz zəif, məhdud və aciz çiyinlərimizə yüklüyürük. Elə bilirik ki, o çətin işi, o böyük böhranı öz cılız ağlımızla, öz gücümüzlə həll edəcəyik. Tək olduğumuzu düşünürük. Lakin kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm səhih mənbələrdə qeyd olunan birbaşa Allahın kəlamı olan o sarsıdıcı qüdsi hədisdə günə başlamağın mütləq riyaziyyatını və psixologiyasını belə bəyan edir. Uca Allah buyurur: Ey Adəm övladı, günün əvvəlində, yəni ilk saatlarında mənim üçün vaxt ayır, məni zikr edib mənə yönəl ki, günün sonuna qədər sənin bütün işlərinə mən zəmanət verim. Allahu Əkbər. Bu mütləq müqaviləyə, bu kosmik zəmanətə baxın. Uca Allah sənə deyir ki, sən günə öz dərdlərini, borclarını, qorxularını düşünərək başlama. Sən günün o ilk təmiz dəqiqələrini mənə ver. Mənim əzəmətimi xatırla, idarəni mənə təslim et. Mən də axşama qədər qarşına çıxacaq o çətin iş müsahibəsini, o həll olunmaz görünən borc problemini, o bağlı qapıları sənin əvəzinə mən həll edim. Sənin yükünü mən daşıyım. Siz evdən kainatın sahibinin bu zəmanətini almadan, yalnız öz egonuza güvənərək çıxdığınız an, fırtınanın içində məğlub olursunuz. İşiniz çətinliyə düşübsə, atdığınız hər addım boşa gedirsə, mütləq şəkildə səhərin başlanğıc tezliyini dəyişməlisiniz. Bəs o qaranlıq şuuru hansı tezliklə parçalaya bilərik? İşləri düyünə düşən, hər yerdən zərbə alan, çıxış yolu tapmayan insan, evdən çıxmazdan əvvəl ruhuna hansı kəlamı oxumalıdır? Bu, Quranın ən təsəlli verici, psixologiyanı ən dərindən müalicə edən mütləq şah əsəridir. İnşirah surəsi. Bu surə, Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin ən ağır, ən sıxıntılı, hər kəsin onu tərk etdiyi və təzyiqlərin dözülməz həddə çatdığı günlərdə ona göylərdən endirilmiş bir mənəvi zireh idi. Uca Allah surəyə dondurucu bir sualla başlayır. Ələm nəşrəh ləkə sadrək. Yəni, məyər biz sənin köksünü, sənin sinəni açıb genişləndirmədikmi? Baxın bu ilahi hikmətə. Allah
Məyər biz sənin düşmənlərini yox etmədikmi demir? Məyər biz sənin borclarını ödəmədikmi demir? Allah birinci olaraq sinəni, yəni qəlbi və şuuru genişləndirməkdən bəhs edir. Niyə? Çünki insan panik atak keçirəndə, qorxuya düşəndə ilk bağlanan, ilk sıxılan yer onun sinəsidir. Nəfəs ala bilmirsiniz, daralırsınız. Əgər sənin sinən, daxili aləmin genişlənməyibsə, Allah sənə dünyaları versə belə, sən yenə o sıxıntının içində boğulacaqsan. İnşirah surəsini səhər oxuduğunuz zaman siz əslində kainatın sahibindən xarici problemlərin həllini yox, o problemləri həzm edə biləcək, o dərdləri kiçik görə biləcək nəhəng bir daxili genişlik, mütləq bir şuur və sükunət istəyirsiniz. Köksü genişlənən adamı heç bir dünyəvi böhran yıxa bilməz. İnşirah surəsinin ürəyində elə bir cümlə var ki, o insan qorxularını kökündən məhv edən mütləq bir kainat düsturudur. Allah buyurur: فَإِنَّ مَعَ الْأُسْرِ يُسْرًا إِنَّ مَعَ الْأُسْرِ يُسْرًا. Yəni, həqiqətən hər çətinliklə birlikdə bir asanlıq var. Şübhəsiz ki, hər çətinliklə birlikdə bir asanlıq var. Dayanın və bu kəlamın arxitekturasına, bu sətiraltı mənaya mütləq diqqət edin. Allah çətinlikdən sonra asanlıq gəlir demir. Allah çətinliklə birlikdə asanlıq var deyir. Sübhanallah. Bu nə deməkdir? Bu, o deməkdir ki, sənin həyatına o çətinlik, o işsizlik, o borc problemi hansı saniyədə daxil olubsa, onunla tam eyni saniyədə onun həlli, onun asanlığı və xilası da kainatda yaradılıb. Sadəcə sənin egon, qorxun və təlaşın o asanlığı görməyə mane olur. Daha da sarsıdıcı olanı, İslam alimlərinin ərəb dilinin qrammatikası ilə çıxartdıqları o riyazi nəticədir. Ayədə çətinlik sözü müəyyənliklə gələrək tək bir dərdi bildirir. Asanlıq sözü isə qeyri-müəyyənliklə gələrək sonsuzluğu bildirir. Ayə təkrarlanır. Məhz buna görə kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm gülümsəyərək buyurmuşdu: Bir çətinlik heç vaxt iki asanlığa qalib gələ bilməz. Sən səhər evdən çıxanda, işin düyünə düşəndə məhv oldum demə. İnşirah surəsini oxu və Rəbbinin sənə verdiyi o zəmanəti xatırla. Bu an bu çətinliyi yaşayıramsa, deməli tam da bu an mənim xilasım, bu problemin asanlığı da mənimlədir. Sadəcə zamanını gözləyir. Surəni oxuduq, sinəmizi genişləndirdik. Bəs qapıdan çıxarkən, dünyanın o səsküylü, amansız mübarizəsinə atılarkən, dilimizdə, şuurumuzda hansı zikr olmalıdır? Kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm həyatının ən ağır günlərində, Bədir döyüşündə, düşmənin çoxluğu qarşısında, yaxud hər hansı bir işi çətinliyə düşdüyü an, səccadəyə qapanar və o mütləq kodu, o qıfıl qıran zikri təkrar edərdi. Ya Heyyu, Ya Qəyyum, bi rəhmətikə əstəğiz. Yəni, ey daim diri olan Həy, ey hər şeyi ayaqda tutan və idarə edən Qəyyum, sənin rəhmətinə sığınıram, səndən imdad, yəni kömək diləyirəm. Bu, sadəcə bir dua deyil. Bu, insanın egosunu məhv edib, idarəni mütləq sahibə verməsidir. Sən, Ya Həy deyəndə, şuuruna bunu pıçıldayırsan. Mənim güvəndiyim insanlar fanidir, pul fanidir, imkanlar ölümlüdür, lakin yalnız səndir və ölümsüzsən. Sən, Ya Qəyyum deyəndə, bütün qorxularını darmadağın edirsən. Qəyyum nə deməkdir? Bütün kainatı, ulduzları, planetləri və mənim həyatımdakı hadisələri bir saniyə belə nəzarətsiz buraxmayan, onları ayaqda tutan deməkdir. İşim mi çətinə düşüb, qapıdan çıxarkən Ya Qəyyum de. Yəni, Allahım, mən acizəm, mənim ağlım bu işi düzəltməyə çatmır. Mənim ixtiyarıma buraxma. Mənim işimi, qədərimi, ruzimi öz mütləq idarən altına al. Çünki sən hər şeyi nizamlayansan. Təsəvvür edin, kainatı ayaqda tutan mütləq gücə öz kiçik dərdinizi həvalə edirsiniz. O dərdin həll olunmaması mümkündürmü? Zikrimizi etdik. Bəs psixologiyamız necə olmalıdır? Biz zikr edirik, amma yenə də içimizdə qorxu ilə, insanlara yalvarmaq hissi ilə işə gedirik. İmam Əli aleyhissalam işi, ruzisi çətinliyə düşən
Ruzi qorxusundan əzilib yaltaqlığa, ümidsizliyə qapılan insanın o zavallı psixologiyasını bu mütləq hikməti ilə yerlə yeksan edir. Ey insan, ruzi ikidir. Biri sənin axtardığın ruzidir. Digəri isə səni axtaran ruzidir. Sən ona gedə bilməsən belə, o səni axtaran ruzi mütləq gəlib səni tapacaqdır. Elə isə bugünkü gününün üzərinə sabahki günün, yəni gələcəyin qorxusunu və qəmini yükləmə. Sübhanallah, kainatın bu dondurucu riyaziyyatına baxın. Sən elə bilirsən ki, sən qaçmasan, sən o işi zorla qoparmasan, ac qalacaqsan, məhv olacaqsan. İmam Əli aleyhissalam sənə xəbərdarlıq edir. Sənin qədərinə yazılmış o qapı, o iş, o ruzi, ciyərlərinə çəkəcəyin son nəfəs kimi səni axtarır. Dünyanın bütün orduları yığılsa belə, o ruzini səndən qopara bilməz. Sən evdən çıxanda bu iş mütləq alınmalıdır, yoxsa bitdim psixologiyası ilə çıxma. Təvəkkülün mütləq rahatlığı ilə çıx. Rəbbim əgər bu qapını mənim üçün xeyirli bilibsə, o mənə doğru gələcək. Yox, əgər mənim fəlakətimdirsə, bağlasın. Çünki o qəyyumdur. Mənim üçün ən yaxşısını mizamlayandır. Məhz bu şüurla, bu qorxusuzluqla evdən çıxan insanın qarşısında heç bir ego, heç bir zalım və heç bir bağlı qapı dayana bilməz. İndi olduğunuz yerdə rahatlanın və gözlərinizi yüngülcə qapayın. Dərindən, içinizdəki o sabahın qorxusunu, alınmayan işlərin stresini, boğazınızda düyünlənən o qayğıları içinizə çəkərək dərin bir nəfəs alın. Və indi yavaşca o qaranlıq təlaşları bədəninizdən və ruhunuzdan çölə, sonsuzluğa üfürün. Sərbəst buraxın. Təsəvvür edin ki, yenidən səhərdir. Gözlərinizi açırsınız. Lakin bu dəfə qorxu yoxdur. Çünki siz artıq kainatın sirlərini bilirsiniz. Sağ əlinizi qəlbinizin üzərinə qoyun və o mütləq ilahi zəmanəti xatırlayın. İnşirah. Sinəniz genişlənir. Dünyanın heç bir problemi sizin qəlbinizin ilahi genişliyindən böyük ola bilməz. Çətinliklə birlikdə asanlığın gəldiyini ruhunuzda hiss edin. Egonuzu və vəsvəsələri ayaqlar altına alın. Evinizin qapısından çıxmadan əvvəl içinizdən mütləq bir səmimiyyətlə və yəqinliklə Rəbbinizə, Əl-Qəyyum olan Allaha bu fəryadı yüksəldin. Ya Heyyu, Ya Qəyyum, birəhmətikə əstəğis. Allahım, mən acizəm, sən isə mütləq idarə edənsən. Mənim sabahımı və gələcəyimi sənə təslim edirəm. Məni mənim ixtiyarıma buraxma. Qarşıma çıxan düyünləri öz rəhmətinlə aç, sinəmi genişlət, mənə xəyal etmədiyim qapılardan asanlıq və bərəkət nəsib et. Hiss edirsinizmi? O daxili qorxu necə sükunətə çevrildi? Çünki siz zəif çiyinlərinizdəki yükü, kainatı ayaqda tutan mütləq sahibə təhvil verdiniz. Siz artıq mənəvi zirehinizi geyindiniz. Ruhunuzdakı bu mütləq qərarın, bu təslimiyyətin göylərdə şahidlik edilməsi üçün rəy bölməsinə keçin və kainata öz təvəkkülünüzü belə bəyan edin. Ya Heyyu, Ya Qəyyum, işlərimi və qədərimi sənə təslim etdim. Mənə xeyir qapılarını aç. Əgər bu dərin mənəvi səyahət qəlbinizdəki sabah qorxusunu bir zərrə qədər də olsa qıra bildisə, daxilinizdə o güclü oyanışı yaratdısa, zəhmət olmasa bu videonu bəyənərək və Sözlə Nur kanalımıza abunə olaraq bu mütləq həqiqət və idrak yolunda bizimlə birlikdə addımlamağa davam edin. Sözün qüdrəti ilə daxili qaranlıqları yaran bu məkanda sizin hər oyanışınız yeni bir nurdur. Səhərləriniz daim inşirahla, qapılarınızın hər zaman rəhmətlə açılması diləyi ilə. Allahın mütləq amanında qalın.